Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Neftçalada marketin anbarından meyit tapılıb. Xəbər verilir ki, hadisə Neftçala şəhərində qeydə alınıb. Neftçala şəhər sakini 1998-ci il təvəllüdlü Salih Yaşaroğlu Məmmədovun meyiti işlədiyi marketin anbarında aşkar edilib. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Allah rəhmət eləsin, yaxınlarına, əzizlərinə səbir diləyirik. Sabirabadda 18 yaşlı qızın meyti aşkarlanıb. Xəbər verilir ki, hadisə Qaragüney kəndində baş verib. 18 yaşlı kənd sakini Samirə Azər qızının meyti yaşadığı həyətin tövləsində aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. Allah rəhmət eləsin, yaxınların, əzizlərinə səbir diləyirik.